Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə UNİEK-in 95 illik yubileyinə həsr olunan əmək yarmarkası keçirildi. Universitetin tələbə və məzunlar üçün təşkil edilən aktiv məşğulluq tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli, Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva və digərləri iştirak etdi. Tədbirdə gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədi ilə görülən işlər, bu istiqamətdə dövlət qurumları və özəl şirkətlərlə əməkdaşlıq barədə məlumat verildi. Qeyd edildi ki, bu cür tədbirlərin keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların ixtisas və maraq dairəsinə uyğun vakant iş yerlərinə dair məlumatlandırılması, işə götürənlərlə ilkin əlaqələrinin qurulmasına şərait yaratmaqdır. Yarmarkada ən çox işçi tələb olan vakansiyalar bank sistemi, mühasibatlıq, satış və digər istiqamətlərdir. Yarmarkanın təşkilində bir çox vakansiyalar var, peşə ixtisasları var. Onlardan istehsal, xidmət, kənd təsərrüfatından tutmuş müxtəlif peşələr var. Maaş 400-1500 arası təqdim olunur. Əgər burada uyğun peşə və bacarığı olmayan vətəndaşlarımız olsa, onlar Dövlət Məşğulluq Agentliyinin 175 adda peşə kursu var ki, oraya cəlb olunaraq 1 aydan 6 aya təlimə cəlb olunur, sertifikatlaşdırılır və əmək bazarına qazandırılır. Əsasən buradakı yarmarkada ağırlıqlı tələbələr və keçmiş məzunlardır və bu yarmarkanın fərqi ondan ibarətdir ki, ixtisaslı kadrlar artıq müraciət edir, onların gələcək peşə və bacarığı qiymətləndirilir və işə qəbulu üçün işlər aparılır. Əmək yarmarkasında ümumilikdə 105 işə götürən tərəfindən 1050-yə yaxın vakansiya təqdim edildi. Bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verildi, müraciət edən şəxslərin CV-ləri qəbul edildi və uyğun namizədlərin qeydiyyat aparıldı. Azərbaycan Dövlət Neft Fondunun yay təcrübə proqramı ilə bağlı maraqlandıq və namizədlərə tələb olunan üstünlüklər, hansı sertifikatlar onlara üstünlük verir, bununla bağlı maraqlandıq. Əsasən Chartered Financial Analyst sertifikatı, SC-in keçirdiyi F3, F7 sertifikatlarının əsasən 3-4-cü kurs tələbələrinin üstünlük verdiyi ilə bağlı məlumat sahibi olduq. Əsasən bu yay təcrübə proqramı 3 və 4-cü kurslar üçün və məzunlar üçün keçərlidir və gələcək il inşallah biz də müraciət etməyi planlayırıq. Əsasən aşağı kurs tələbələrinə, 1 və 2-ci kurs tələbələrinə gələcək illərdə müraciət edə biləcəkləri vakansiyalar haqqında məlumat verməkləri üçün, məlumat almaqları üçün kömək olur. Həmçinin iş imkanları ilə bağlı Azərbaycanda nə qədər çoxlu şirkət və iş imkanı olduğu ilə bağlı daha aydın, əyani, vizual məlumat sahibi olurlar. PR, daha çox marketinq, satışla bağlı maraqlanıram. Bu sahədə 3 il təcrübəm var. Sağ olsunlar, bir neçə yerdən iş təklifləri aldım. Dəyərləndirəcəm inşallah. Siz iş təkliflərini aldınız? Satış mütəxəssisi və marketinq, rəqəmsal marketinq üzrə ikisindən birini ən uyğun variantı dəyərləndirəcəm. Mən belə düşünürəm ki, bu kimi yarmarkalar bizim üçün çox xeyirlidir. Mənim kimi tələbələr, işi olmayan və yaxud da yeni iş sahibi olmaq istəyənlər buradan yararlana bilər və ixtisaslarını daha da genişləndirə bilər. Mən hazırda bu yarmarkada bankların birindən qeydiyyatdan keçdim. Təcrübə proqramıdır. Və imtahandan test imtahanı verdim, cavab gözləyirəm, inşallah yaxşı olar. Tədbirə qatılan şəxslərə eyni zamanda icra olunan aktiv məşğulluq tədbirləri barədə məlumat verildi, agentliyin karyera məsləhətçiləri tərəfindən karyera məsləhəti xidməti göstərildi.